Hə, nəysən? Xoş gəldiniz. Mən Velizar. Adım Velizar, lakabım Deli Giddar. Hara Velizar yazsanız məni taparsınız. Xoş gəldiniz. TikTok'un xalq artisti və əməkdar artisti yayınına. Siz burada aşk, siz burada bilim kokulu falan hər şey tapa bilərsiniz. Ekrana basanlar, tıklayanlar, basanlarınız və tıklayanlarınız bol olsun. Az göz dəydi elə bilməli Revan Qarayev'in konsertindən sonra. Allah haqqı. Kız üstünüze sağlık. Ay ölürdüm ölür. Ay bu sabah kalktım ki elə bil 10 tane kişi üstümden keçib. Gerçekten belə elə bil yol trasta qalmışam, pulumu veriflər, nə bilim başıma oyun açıp pulumu verməyiflər falan. Özüm bir pis hissedirdim. Dəhşət bir derecede. Gerçekten çok ağır bir hissiyatıydı. Neyse bir gözəlləşmişəm ama. Dərman falan içtim, elədim, özüme gəldim. Ha. Ay. Elnura. Ay Elnura, kız senin oy rahmini yiyeyim, ay bacım, oy benim Elnura'm. Ay Niko ne güzel görünürəm. Ne? Ne dedin kız? Gözlüğü kaşı. Ay Hacı, çok teşekkürler. Asıl şey görünürəm, hələm dedi ki... Götürmez gözler, özümü çok tərifləmə. Neyse, Revan Qarayev'in şeyindən sonra gözdəydim mən, Allah haqqım. John Sertindən sonra. Hediye tanır çok təşəkkür edirəm, ekrana basın. Mikazar ne kız? Mikazar. O ne ayol? Az Mika te zamanı çıkardı, onu değiller. Hansı Mika? Mika Raun. Ay Manu da var ya, kulak astın ya. Gerçekten dur bakın kız. Şey Mika, bizim tayfa. Ne çıkarıp ki? Mikazar adı. Gerçi. Bakayım kız. Bu da mı okuyor? Hansı da mahnısının adı neydi kız? Mikazar mı mahnısının adı? Mahnının adı ne de ayol? Ele Mika Raun ya çıkır da. Mikazar mı? Yok ki öyle bir şey. Gergin elini YouTube'a koymuyor. Ha. Abi gel TikTok'tan aç görün mahnıyı. Mahnının adı Mikazar'dı. Aa. Kız benim soyadımı niye Govizar? Velizar, Mika, zar sana girsin. Ay Herci, ooo Herci. Ay dostlar biraz daha hafif de bir enerjim yok, birazdan gelir tamam mı? Migrenim var ona göre kusura bakmayın. At görmele mahni kız bir bakın bir yudum da su içim. Red Bull, Allah'ım Red Bull bana enerji ver ne olur ay Allah. Red Bull her zaman sana enerji verirsen bana. Ya Allah Bismillahirrahmanirrahim. Ah ya Rabbi şükür. Al kız. Allah aşkına. İğrenç. Bunu mu açtırmak isterdiniz bana? Ha bizimkilere ne olur? Sen olur. Kız iş Aygün Kazımova teze zaman çıkarsa özünüzü cırmazsınız. Ha Rihanna yeni şarkı çıkarsa hiç özünüzü cırmazsınız. Beyoncé çıkarsa cırmaz. Sen olur kız Mika Raun. Ne alaka siz ve Mika Raun? Ben meraklıdır. Dersiniz Mika Raun. Yeni Velizar var yazıplar. O kim kız? Ay sus onun adını çekme. Ne? Yazma ya evet boş ver. Devam et. Yeni Velizar kim kız? Ay ne olup bu 2 günde ne değişiklikler olup gerçekten yeni Velizar falan. Neyse. Bu arada Müjgan'la takipleştik. Ay ne tersiz, ne inirsiz. Nice darıkmışam ilahi perverdigaro. Könülcüm çok bir ay o Mika yazısınız şeyle Allah aşkına. Mikazar yaz o ne kız? Mikazar ne ayol? Aa belki. Mikazar ne kız? Değiller Mika'nın yeni mahnı çıkardı da Mika ne alaka biz ve Mika? Mahnının adı Mikazar'da. Kız bunlar ne danışırsınız? Bir keşfette yere yazdım Mikazar ne demek. Keşfettim de yaz gör Mikazar ne kız? Mikazar. O ne ayol? Aa senin taklitçini diyorlarmış. Bakın. Bu. Ay bunu gördüm. Bunun adı Mikazar. Adı Mika koyuz bu. Mikazar. Gerçekten. Yeni Velizar gündeme bomba kimi düştü. Sosyal şəbəkələrdə hamı onu danışır. Qalmaqallı fenomen Velizarın ardından indi yeni Velizar peyda olub. Bu ne kız? Onun Velizara bənzərliyi sosial şəbəkə Hele ki fikirleşmiyorum. Çünkü zaten
Olabilir. Normaldi kız. Herkesin fanatı olur. Yani herkesin bir fanatı vardır falan filan. Yani ne bileyim annem bu kadar yeni ve zarlı kız. İdi ben yayın açmaya da Altı Bazar 10 yayınına gelirsiniz öyle mi? Altı Bazar versiyonumdu diyen kız. Yeni Velizar. Kimsen ayol? PK falan atsak bir seni tanısam. Olay Temu Velizar'ı görürsünüz. Altı Bazar Velizar o. Ay Altı Bazar neler yaşadım ayol. Gerçekten kız. Yazık Levan Garayev. Buradan seni öpücükler gönderəm. Ne gelet eledin bana bilet gönderdin Allah'ın cezası. Elə bir adamla sevişdik səhnədə Allah haqqı. Elə bir adamla yattım, evlendim, 4. arvadı falanam. Nağarım, adam bana evlilik teklif ediyor. Hoş geldin Velizar ne tersen dedi. Yani burada ne var? Bütün Azerbaycan şu kafayı yiyeceğim. Ay Aliyev teşekkür ederim. Sağ ol hayatım. Kız sen bugün ne yaptın Katya? Vallahi ben bugün... Katya zayıflamış. Bir gelsene bir kalk. Bak. Kız gitmiş Niko. Dön bakayım. Kaç kilo gitmiş acaba 5. kız? 5 kilo mu zayıfladı? Aman. Gedir. Sargılarını çıkar. Dur görmeden. Sallanma Niko. Ya ama ben bunu yapıyordum, bu sallanıyordu. Zayıflamış kuşum. Üzden de gitmişim ben. He yüzden de zayıflayırsan kız. Esas üzden düşmüşüm. Sen çok zayıflayacaksın. Kız bu tez arıqlayacaq. Aman. Gördünüz değil mi? Biri de mədik çizme ameliyatı olmak istiyor. Ay sus. Ama ona lazımdı. Yani Allah aşkına. Eyləsin sağlamlıqdır. Eyləsin sağlamlıqdır. Gir sen de kız. Ay bəs edirik. Sen dedikində bilsem o neye gözlədi. Dedi buradan ölüb eləyər ki o görümlü nətərdi. Sen gördün. Ben o bir ay gözləyəcək Kız senin de bir aya arıqla. Oy o çatlayar. O ördeği var ya, o ördeğin kıçasının özüne falan o çartlayar. Sen de zayıflayırsan. Kız bak 5 kilo arıqladı. Sen de arıqla Allah'ın cezası. Gelin seni de sokum kız babuş. Gel sen de sokum ameliyatı, yetimler anasıyam gerçekten. Gel kız seni de sokak ameliyatı da sen de bir arıqla artık Allah aşkına. Bir de demez mi Niko benden kök diye bilir misin? Kız baboş Allah aşkına. Derya ne oldu kız bunlar? Dağıldı yine. Diye sen Altı Bazar bunlar birleşir. Hafta içi dağılır. 4. Ay her neyse. Ay Elcancığım çok teşekkürler. Ay artık çok teşekkür etmek istemiyorum. O yeni Velizar'ı gördüm. Bütün etlerim olmayan etim töküldü. Ay bir insan ne kadar okşadabilir yani. Kız Allah aşkına elemem taktik falan ya. Sonra yorumlarda yazıplar ki Velizar'ın insanlara ne yazıplar kız? Bak bu da Velizar insanlara zararı var. Az senin içinde varsa ben ne gayrım? İnsanlara örnek. He bu da Velizar kimseye zarar olmayan bu da Velizar. Kız senin içinde varsa ben ne gayrım? Hay senin içinde varsa istir böyle camiye git, istir böyle 5 vakit namazını kıl, senin elini kolunu bağlayıp böyle seni hecce böyle götürse, senin o içinde varsa vardır. Kimsenin şeyini elemeyin. İçinde varsa vardır, yoksa yoktur. Değil mi? Yazıflar ki ben yazık. Eskim tüstüldü kız Allah hakkı. Sozda eğlencemiz de burnumuzdan fitil fitil geldi. Allah kahretmesin. Cərimə də orada zırrandı bana. O yaxşı ki cərimə zırramadı. Orada 5 manat istəyirdi o otoparkçı. O yaşlı teatra gedəndə bütün xəbərləri mən qaydanda gördüm. 5 manat istəyirdi. Niko nətər tepki verdim düzdən. Mən belə dedim. Sən Azərbaycan qanununa qanunsuzluq hərəkət edirsən dedim. Mən deməz 5 manat. Ay 5 manat keçən varsa. Mən belə keçən o qoca kaftar var idi bir dənə. Bir de ben görüp ekstra 10 manat istəyir. Pul ağacı, zırt elə. 10 manat mı? Ne dedi kız? 7 manat, 5 manat mı? Dedim ne dersen sen dedim gecikirir konserte dedim. Bırak ben dedim. Dedim Allah sen çekip bir haber eləyərəm dedim. Qansız işler görürsen. Orada hamısı dedi ki bırak ne versiniz falan. Biz getdik orada kişi sakladık parkingdə. Cərimə falan da gelmedi kız bana. Cesaret çok teşekkürler. Az müziği yayındadır. Kız müziğe gider. Yıksam biraz yalvarsın mı Müjü bize? Ama bir şey diyeceğim. Müjü yayında değil ki Niko hanı deyirsən. Müjü yayında değil kız. Neyse dur Ay bağlayıb. Bağlayıb Allah'ın Sen açan gibi bağlayıb. Mən açanda bağlayır. Kız Müjü sen seysən. Oradan sen özün bana yazırsan deyirsən ki Velizar yayın açıq indi deyirsən ki bağlayıbsan. Bəlkə yenilik. Gamcık.
Gerçekten gancık bir kızsa, gancık. Nergiz, çok teşekkür ederim. Kız biraz özüme gelin, düzelecek her şey. Alo. Salam aleyküm. Salam, necəsən qaqaş? Sağ ol size. Elhamdülillah, iyiyiz. Allah'ımıza şükürler olsun. Hara gedirsiniz? Elə fırlanıq elə bekar. Bekarçılıqdır. Maşının Mercedes değil mi? Bəli, bəli. Bəli. O sürən dostundur, qardaşındır, qohumundur. Dostumdur, dostum. Bura haradır? Neftçi, Ağşəhər, Marriott Hotel. Bəli, bəli. Bütün ağacların yığışdığı yerdir orada, değil mi? Ləlöyünlərin yığışdığı. Bak ben sağa dönün, oradan sağa dönün, sağa git. Bir tane de Akşehir'in içinde var. Bütün Ajniyak, Lelöyün, Gedelerin yığıştığı yerde. Git orada taparsın. Kuru bence sağ. Kız da yoktu ki. Bunlar neye Lelöyün kim gezdir? Oğlanlarda var ya, bayaq mən Ağşəhərdən gələndə görürəm ki, ay Allah, bir oğlan maşının arxası açıb, kalonkalar şeyli, bir dənə əxi maşın mahnılar qoyub, gələn gedən deyir, ay bu şofka kimdir? Qoy bütün ailə bizdə danışsın. O kadar ətim töküldü. Aytəndən idim. Sayten kız Arzum'un mu? Ay Arzum'dan ne bilgiler kız? Yeni var mı yeni Arzum hakkında bir şeyler? Yox, belə heç nə. Yazıq evdə. Mən də deyir, yanına gedə bilmirəm. Sıkılırmış. Deyir, gedə bilmirəm. Sıkılır Arzum kız evdə. Ana saat neçədən neçəyə? Saat elə sabah tezdən gün ortaya gedər elə mi? Yox, səhər tezdən səhər 11-ə kimi. Hay? Səhər saat 7-dən səhər 11-ə kimi. Səhər saat 7'den səhər saat 11'e kadar sadece çıkış izni var. Yəni sənə üstündə dişi varsa gedib həll edib gəlsin. Ama çöle böyle bu saatte falan asla. Ben ne vakti məhkəməsi falan kız? Bilmirəm. İnşallah düzeler. Aytə deyir, mən də getmirəm. Gedəmirəm. Ne yok şu? Deyir, gedəmirəm. Yəni deyir, evindən çox getmək olmazdı, ancaq özü olar. Yok şu. Evine gitmeyi de yasakıymış kız. Niyə iletişim qurmamalıdır? Çox sosial. Kurmasın zaten. Boş ver. Ya neler duyuyoruz kız. Salam. Sazdı halan Fikret. Ay ekrana basın kız. Biraz taqatim yoktu Allah kahretmesin. Terrirəm ben alttan rahmim terrenir. Niye böyle normalam? Kız ben kızdırmanın içinde mi ölürüm? Aynı ku gelmeli bir yoklu ömrüm. Ben yanıyorum derdin alem. Bir bak hele. O kız ile o ne tər ölçməkdir kız? Elədir, ay sən istiliyin var. Var değil mi? Hə, Diko mən ölürəm. sən istiliyin var. 600 derecem var mı? Yox. Ha. Və o bir necə hiss etsən özünü? Özümü hem gümrahla pis derecesinin Onda arasındadır. 37-dir, narahat edici. Ya narahat edici değil ama böyle rahmin daralır arada. Hədə narahat edici istəyir. Kızarmışsan. Hey kız kızardım ayol. Ay. O derman neydi? O geçeydi. Ölürəm. Terapi. Əslində o məndən istəyirəm ki, səni daha rahat eləyir, yadıma gəlir. Az bəlkə o şeydən hazırlayıb ki, Kökdən düşmüşəm. Aytda da. Bundan danışırım. Valizor. Neler yerine gelir. Sənin adın Əlizardır, Vəlizardır. Aha necə komik. Salam, hoş geldiniz. Əleyküm salam, xoş gördük. Sənin Yeter adın bu. Əlizardır, Vəlizardır. Onu bir dənə dəqiq Hoşdan bilir. o bu ilə ayı seçənmirsən. Yox, deyirəm adımı Əlizar da deyirlər, Vəlizar da deyirlər. Onu bilmək istəyirəm. Əlizardır ya Vəlizardır. Haralısınız? Mən Lənkəranlıyam, Talış balasıyam, Lənkəran Dövlət Dram Teatrının aktyoruyam. Bir de yandaki telefon xahiş eləsəm kısabilirsiniz. Yankı. Aldılar. Lənkəranda qalırsın. O aktyorsunuz. Bəli, teatrda işləyirəm, Lənkəran Dövlət Dram Teatrının aktyoruyam. Neçə yaşınız var? Neçə yaş verərsən mənə? Ya bilsəm niyə sor? 43. 43. Neçə idi bu məsləkdəsiz? 26 ildir. 20 yox, 99, arısı 28-ci ilə girib. Rapunzel değil Rapunzel. Qəbul eləyin də və PK-yı. Rapunzel bəy, qəbul edin. Qəbul edirəm. Mən biraz başım çıxmır bu şeydən. Yəni WhatsApp-dan çox da başım çıxmır. Və nə məcburdur? Niyə yayın açırsan? O ürəyin sıxıldı. Yox, mən əslində sənətlə bağlı açmışam, adını da qoymuşam da aktyor sənəti. Hə, dedin ki təklif falan gələr.
Hə, sadəcə indi təklif indi sənin TikToklarda görürdüm, heç inanmırdım mənim qabağıma sən çıxarsan. Aha. İndi mesela bize bir yeteneğinizi gösterin. Bakak göre bir performansınızı da Mesela. indi. Məsələn. Mesela aktyorsunuz ne bileyim de bir ağlayın. Yaxşı, onda ağlamaqdan əvvəl bir dənə sual verim sənə. Buyurun. Bunu bütün izləyicilərimə də ver. Sualın cavabını tapsız ağlamaq yox, lap hönkür-hönkür ağlayaram. Aha bak. Bak suala bak Niko. 3 dost var. Bak suala bak. Biri kardır, biri kördür, biri laldır. Suala gelin. Ha. 3 dost. Ha. Kar, kör, lal. Hı. Bu kar ölür. Hı. Bak. İndi bu kör, bu lalı başa salmalı ki kar öldü. Siz bunun cevabını tapsanız ben hönkür-hönkür yolla burada kameranı koyup dombalak daşırım. Ne kadar cevabı? Aha indi bu aktörlükle bu sual niye yani ne alakası var? Aktör sənəti nədir? Məntiq deməkdir. Yəni aktör sənəti düşünmə deməkdir, məntiqdir də. Yəni mən də məntiqli sual verirəm. Ağlamaqdır, gülməkdir. Bunlar mənim üçün boş şey. Mən 800 gülüş bilirəm. 800 gülüş bilirəm, 900 də ağlama bilirəm. O adi şeydir mənim üçün. Sən bir də, yəni sən nəyə görə bu sual? Mən bu sualı hər kəslə vermirəm ha. Kör, cevap kördü. Sən mənim qabağıma çox çıxırsan, həddindən artıq. Bir de tekrarla sualı. Az da Allah'ın cezaları gülücük smiley atsanız attığınızda cevabı yapsanız. Buyur. Va, kar, kör, lal. 3 dənə dostdular. Biri kardı, biri kördü, biri laldı. Fikrim çatdı. Hə də hə sıç artıq hə. Bu sıçanmıram da dodaqlarını belə eləyirsən sıçanmıram. Babasıysan hə. Bu Məncə kar cavabı ölür. cavab işarət dili. Bak kar öldü. Bak kar öldü. Hə. İndi bu kör, bu lalı başa salmalıdır ki bizim dostumuz kar öldü. Hə. Bunu necə başa salsın? Kar hardan bilir? Kar, kör, lal. Bəli. Kör hardan bilir? İşarət dili ilə. Gözü görmür, Bu hardan bilir? gözü görmür axı, o nə bilsin? Bu Mən də ağlam bilirəm. Bak buna işarə elədi. O kördür. Bu deyirəm ki, kar öldü. İndi gece bu beynim bizim beynimizi niye böyle eşitmir ay bağlam bilmirik. Ne dedim kız? Körün Beyni dili de yok, var. Körün dili var da körün dili yoktu. Kör ölü be kardeşim. Kör öldü. Allah'ın cezası ben de. İndi bak kar Yazaraq. öldü. İndi Yazaraq. bak bir də deyirəm. Ay bilmirik cevabını de ha. İndi mən cavabını desəm sən sonra deyəcəksən ki dombala ağar. Bak tepe saçından tutup bunu yolasın var. Cevabını de ay kişi bilmirik ha. Yox, o birdən-birə cavabı demək də ləzzət eləmir də lazım. Bax mən deyirəm də sənin adını yenə deyirəm. Ne gıcık adamsan. Ne gıcık adamsan. Allah hakkı bile. Vəlizar, Tepe saçı. Vəlizar. Rapunzel saçına. Velizar değil ay beyefendi. E var. E harfi size girsin. Velizar, Velizar. Velizar nedir? Velizar değil. O Velizar. Velizar. O Velizar diyenlere tutup o E harfini onlara yediresin. Velizar'dır. Velizar. Bu. Ana mənə bax, bir dəqiqə deyirəm da çox dərinə getmə la, mən talışam da la, mən gərək ani Cevabı edeyim, yeni bilmirik. edeyim da. Cevabını bilmirik. Buyurun cevabı de. Neyse öyle burada. İndi onu deyirəm da Velizar. İndi biz talışıq da biz aynen oyu səhv salırıq. Cevabını bilmirik. Buyurun cevabını deyin. Biz sualın cevabını bilmirik. Buyurun. Sən belə rahatlıqla kiməsə təslim olursan. Bilmirəm də nə qaraq bilmirik. Hə özümü cıracam bilmirəm cavab bilmirik. Qardaş sən Bilməməyə evdik, öyrənməməyə sənin evdik. səhifəndə milyonlarca adam var. Bilmirik, Onlara milyon dinə, bilmirik. Gəl onlara- indi bilmirik. Ona Buyur sən tapsınlar. bizə bilmirik. Bu sənin baba yadigarın yansın, rahmin çürüsün. Cavabı bilmirik. De cavabı. Ay, sən hardan gəldin mənim canlıma çıxdın? Mən səni deyirəm, mən Velizar, açıq deyirəm. Yaman. Açıq Ay deyirəm, adam bax, bu. qulaq as. Ay kişi desene cevabını. Ne gıcık bir adamsan cevabını bilmirik deyirik. Ne uzadırsan. Deyirəm də ora gəlirəm. Nenem kimi yani bak buradan buraya değirsəksə bir cümle
Hey, niye buradan buraya uzada 10 kilometrelik 1 kilometrelik yolu niye 10 kilometre uzadarak deyirsən? Cevabını bilmirik, sıç artık. Bilet cevabı nedir? 10 kere 10 saat ay. Aha, qəbizəm də, qəbizəm. Sizə bilmirəm, alçək. Get ışık stolpasının üstünde otur. Güzel. Ona görə deyirəm ki, qulaq as. Allah'ın terbiyesi. Görsünüz ne diyor aslında, terbiyesiz kişi, medeniyetsiz kişi. Medeniyetsiz deyir ki, gəbizəm deyir. Puh, elim üzümdə qaldı. Biabır olasan səni. Aktyorsan da adını. Desin oturmuşsa boy yok yere. Bu ayıf deyir ki, mən gəbizəm, ay elim üzümdə qaldı. Ne ayıf şeyler danışırlar. Ay. Salam. Buyur. Elə belə atmışam. Mən də elə belə random gəldim. Yetersiz, buyurun. Heç elə belə atında nə buyurun? PK ataq istəyirsən ya. Danışdı ya, ne tersen, haralısan, Yaxşıyam, Qazaxlıyam özüm belə. Olubsanmı Qazaxda? Olmuşam bir dəfə. Allah canı sağ eləsin ha. Qəşəng yerdir. Sən qalırsan, bilmirsən. Gəlibsən də qonaqsan olubsan. Mən orada daimi qalmışam. Qonaq gəldiyim yerə pis demirəm, tütəb keşik yerdim. Hə. Sənə görə yaxşı yerdirmə, pis yerdirmə. Mənə görə normal yerdir belə. Qalınası yer yox, gəzməyə gediləsi yerdir. Sən də orada qalmırsan. Yox, Bakıdayam. Gev gəlirsən. Hə, arada. Neçə yaşın var? Mənim 22. Bax, mən iptal edədiyim lelöyünlər üst-üst atanda nətər daralıram. Nə iş görürsünüz? Bax, bir dəqiqə gözlə. O sənin qazan qapağın, o qazanın içində boğulun inşallah. Allah'ın ac lelöyünləri. Semişka yox. Patron semişkası. Ne var? O qazan qapağınızla girmişsiniz böyle saçlarını da aşarsan. Ne var? Gedib vızgırdıb yatsanız Allah'ın belaları. Mini çirkindiler kız. Salamünaleyküm. Salam. Necəsiz Vəlizar bəy? Sağ olun. Size tersiz. Buyurun. Sağ olun, yaxşı olasınız. Neçə vaxtdan Haralısın? sonra axır sizinlə qoşula bildik ha? Ay canım sen. Haralsan Araz Market. Buralıyam, buralı. Sizden çok ses geldi. Elə bir uzay boşluğunun içindesiniz. Böyle buxur Bu buxur. uzay boşluğu yox, burada gözəl bir yer var, onun içərisindəyim, ona görə. Ne içindesiniz? Qutunun. Kutunun. Ay ne güzel. Ne istiyorsunuz? Ay rahmet. Satış eləyirik. Ne? Satış. Ne Al. satışı? Nə istəsəniz, belə gözəl sarı qızlar, sirablarımız, Red Bulllarımız, natural soklarımız. Markette ora. Neter markette? Belə deyim də, kiosk kimi bir yerdir, kiosk. Anladım. Siz nə edirsiniz, necəsiz? Ürəyim sıxılır, rahmim daralır. Ürək sıxılmaq yaxşı bir şey deyil də. Terapevtə getmək lazımdır. Terapitim oldu mənim. Boyun neçədir? 1.80. Ay, harda qalırsan belə? Ha, Bakıda. Harası? Xatayda. Aa, yaxınıq. Hansı kioskdur bu? Bu indiki bu Lökbatandadır. Sən tanımazsan buranı. Hardasan, qərar ver. Xətaydasan, Lökbatandasan. Bu kiosk indi Lökbatandadır. Mən Mənə özüm indi Xatayda. lazımdır. Sən indi hardasan? Mən hər yerdə, harda olsa Ay oradayım. beyefendi, indi hardasınız konum olarak? Konum olaraq Lökbatan. Oy, uzaq məsafə, görüşərik, bay bay. Xətaya gələndə xəbər elə. Mən nə qayrım, mənə indi mənə lazımdır. Sən orada qalırsan, Xətayda qalırsan. Məni ilgiləndirmir. Bu dəqiqə, şu an, indiki zamanda, indi bu dəqiqə harda pırtladırsan, hardasan. Mənə o lazımdır ki, bu dəqiqə hardasan. Mən nə edirəm, mən Xətayda qalır, Bakıda qalır. İndi mənə lazımdır ki, indi bu dəqiqə hardasan. Mənə yaxınsan, 2 kilometr çevrəmdə sən yoxsan, bızgırt. Salam. Ben Zilbahar'da. Ne Selam. kaşık gördün sen kırmızı maşallah. Teşekkür ederim, sağ olun. Şapka da yaraşıp kofta da. Gözələ nə yaraşmır ki? Mənim belə hoşum bir dənədir. İşi düşüb, işi düşüb. Buyur, sıç görək, nə işin? Ya vallahi şimdi düşmür. Vallahi kıçın Canım, içədim. de görüm, ne derdin var? Allah kışın derdim yoktur. Şükür Allah'a. De, gədə qarnının dərdini də bilim. Aha, ne olur? Ayak vallahi işin yok.
Yoxdur, oynatdım, darıxmışdım, dedim görüm nə tərsən. Canımsan. O Amma kravat adam ters. işi düşəndə şeyləmir ki. Mən səni hər kravat- vaxtı arayıram. O kravat ses çıkaran kravatlardan değil mi? Hə, tuk elində çıxır. İndi taxta alacağım. Zıpla görüm ses çıkar. Zıpla görüm. Ay en zehlem giden kravat. 3x az ne atarsanız. Alacağım Buyur. da taxta alacağım inşallah. Dəstəyim olsun taxta alacağım yaxşı. İnşallah taktalarsan bakın. Feraha'yı görürsen. Fərhalığa gəlin tutdu. Çok yedim dedim kravatın pis daha. Hemen tuttu oradan. Yox, indi həmən tutdum ki, kravatı yeniləmək lazım. Təbəl olsun. İndi hansı zamanadır? 21-ci əsrdə bunda kim yatır? Mən yatırım. Allah korusun. Allah bak eşeğe bulsa mindir yatmaz. Niye? Ha bu sarı kim çevrilirəm də cığırlayır. Mesela bir çeviri gören ne ters ses çıkarır? Belə çevriləndə cığırlayır da. Ses çıkmır hanı ses çıkmır. Ha indi çıxmır da. Ben ete değilsen ses çıkır. Çıkart gör. Doktor niye gülürsən Zeynep doktor? Ben benimle ilgilen. Min defa demişim. Chatten danışsan o senin Ha fikrim səndə qalır ay Beloş. Səhərəcim yuxumda beləm. Beloş. Benimle PK atanda fikrin bende olsun. Chat'e bakma. Ha fikrim səndədir də elə bil dünya gözəlsən. Gözəlləşmirsən. Sağ ol. Həm də şirinsən Beloş. Beloş bəlkə gələndə görüşək. Yok. Ha? Atam icazə vermir. Ha niyə? Deyir ki ayıf değilim ben karşıma almıram kız uşağı. Ay gəl öpəcəm də bilirəm də qışqasın. Ne qalacaq? Onu öpüşməyə nə adiyyat var? Gələndə öpəcəm səni. Bakarıq inşallah. Gəlirsən bizə gəl. Yaxşı. Gel bu kravatında yatacağım. Məni unuttun Ülge. Ayaq Vəloş unutmaz məni. Vəloşu mən çox istəyirəm. Çiçi piti değil. Görsən gözüm toxdur. Daha nə hədiyyə istəmirəm, nə bir şey istəmirəm. Senin gözün toktu. Bir senin gözün Vallahi toktu. billahi bir de Vəloş. halamın. Görsən də gözüm toxdur. Bir senin bir de halamın gözlüğünüz toktu. Ha, sardan tanıyıram. Qurban olum. Deyir mən tanımadım mı? Pulu var mı? Kazanırsan bu pul bak. Ha, min bərəkət. Ne kadar Evet. kazanırsın ömrüm? 4 dollar, 5 dollar olur da gününə baxır. Ne geçe? 2 yemek pulun çıkar. Yo, yemək pulum çıxır hə, sağ ol. Canım sen. Bugün ne yedin ömrüm? Bugün Allah bir dənə marul yemişəm. 2 dənə saqqız suyu içmişəm. Hakkı suyu nerede? O mağazında olur da. Saqqız suyu. Ha sarı kızdan sarı kız saqqız deyirəm. Bilmiyorum. He. Marulnu, sarı kız, qarpız, qatıb qarışdırmışam, yemişəm. Hadi yayda ne yiyirler? Karpuz mu diyorlar? Qarpız, pendir, çörək. Ha, min berek. Min bereket. Yumurta falan var mı? Yumurta. Ha toyuqmuzu var yumurtayır. Maman ne yenir? Yatır. İyi. Mama canım. yollar xəstələndim. 3 ay Bakıda qaldım, yıxılmışdı. Dişlerini yiyorsan mı? Fırçalıyorsan Hə, mı? yuyuram, arada yuyuram. 3 Karı gündən kız. beri, 4 gündən beri. Karı böyle fırçalı. Ne Hə. çekinden 3 gündən beri. Səhərlər də sürtürəm, yəni incidən çıxardıram da aşağını, taxma daşa. Takmadı indi. Çıkarıp öyle mi yiyorsan? Yoksa ağzının içinde mi yiyorsan? Hə, ağzımda da yuyuram. Görürəm biraz narahatı çiğit zat olanda çıxarıb da yuyuram. 3 günden bir mi yiyorsan dişini? Hə, gündə də yuyuram. Ha. Her gün yiyor, her gün. Yuyuram. Nə qalsın ki? Kepin alın. Sağ ol, ne gayrım. Xəstələnmişəm, üstüne sağlık. Öpsəm sağalar. Öpsen daha çok ölerəm. Hə, nə ölürsən? Sən sevin ki, səni mən öpürəm. Yani özde xəstəyəm, öpsen bedenim yara kapar. Ay, qappaz. Gerçekten yara kapar. Zarvasız qırmızı sənə yaraşır, ha, həmişə belə gözəl qal. Sudur kardeşim. Sən bizim dəli bəluşumuzsan. Sağ ol ömrüm. Etti dodan. Hə, uşaqlar, mənə takip atın da. Pilxallı atacağım. çiçəyi. Canım sen Orhan. Qəzən. Demirəm. Uşaqlar, bir dənə mənə 30 min 50 də deyirəm pilxallığı tutdu da. Ha, ama sevirəm. Sey de olsan, dolandırıcı Sağ da ol. olsan. Ya, məndən ziyan gəlməz. İndi adam var, dəlidir, ziyan gəlir. Bak ama bir şey diyeyim Orhan. Elbette dolandırıcı da olsan. Yo, dolandırıcı olma qalmışım arkadaş. Kat Valla yapmışım, bir pulgir de düzündür. olsan, adamları kullansan, istifadeci de olsan sen sevirəm. Ya, hayvərləş. Kullanıcı odur kat yazsın. Mən kat yazmışam. Bir də bak kiməsə demişəm, mənə hədiyyat. Ürəyindən gələn altı. Eş bak elə şey işləməmişəm səndən. Ya, mən elə şey eləmərəm. Yo demeyeyim. Ben şimdi mezar ekranı. Halaldır
sənə. Vaxt da nə tez qutardı. Beloşun üzünü görmədik. Bəsindir sənə bir günlük. Bir də oynayaq 5-10 takip yığında bir də oynayaq. Uzaq başı məni hər gün 5 dəqiqə görməyə haqq Beloşunda bir də mən 30 min eləsinlər Beloş kim elə. Asla, mənim üzümü 5 dəqiqədən fazla Ağız, elə demirəm. Bəsdir, sənə bəsindir. Hələ mən 5 dəqiqə görməyin böyük bir şeydir sənə. Köhnə sevgilim deyir. Ay bu var ya, bu liftçi tursik satan Fərid var. Məni daraltdı Niko. Gerçekten. Həqiqətən həyatıma yapışdı bu şu. Nə pox yeyirəm də mən dedim ağzımdan. Məkandasan, çox səs gəlir. Min dəfə dedim ki, bu geçə sakit yerdə dur da, elə reklam eləyək. Çölə çıxım. Yox, indi məkan səs gəlir axı, diqqətli olmayacaq insanlar. Sən altı söndürüm. Deyim söndürsünlər. Nəyi? Musiqini. Sənə görə liftçi tursigini sat deyə mahnıyı bağlayacaqlar məkanda. Fərid, onun səsini 1-2 dəqiqəlik söndürə bilərsən. Azaltdır da. Necəsən, nə var, nə yox? Sağ ol. Çox səs gəlir sizdən. Azaldacaqlar. Adatmırlar. Yenə gəlir. Hə. Bir anda. Değişen iş olmadı. Sessizliğe keşele gel. Tamam. Hadi canım arkadaşım. Nə oldu? Realden dostumdu diye bir şey diyemiyorum. Asası deyirsə də qoşusu peşman olur. Ama bak indi denən ki Amıq Məmməd liftçi tursik satırsan, mekanda oturup 50-100 manatlıq yemek yiyirsən. Bak indi səndən kim alsın onu denən? Yoxdur. Beyin yoxdur. Mesela reklam verənlərdə bəzində çatmır. Bunlar nətər obyekt açırmaya çatmır. Allah haqqı. Az reklam verərsən, sakit bir yere get malının arkasında dur. Ay bədbax. Mekanda oturup sənin makarna yeməyini mi izləyəcək reklam çatladırlar məni, darlayır. Sıralamayı mı sayacağıq? Dur. Alo. Salam, necəsiz? Salam. Buyurun Nigar xanım. Necə gözəlsiniz? Çox sağ olun, siz daha gözəlsiniz. Ay canım. Buyur Gandalf. Elə bilə qoşulduğumu görüm necəsiz? Aha buyurun. Hoş geldiniz. PK qəbul edeyim de bu Kylie Jenner'la danışaq. Pekalonia. PK atıram qəbul edildi. Gözlə. Canım sen. Aha. Deyirəm ki, hər zaman sizi izləyirəm, istərim PK eləyim sizi. Üzüne bakın kız. Az o partlayacak o elinde üzü. Ya, çıxartıram yatanda. Ha, neçə ildir çıxartmırsan? Neçə ildir deyil, təzə taxmışam. Biraz elə bir dardı var Hamısı bence. ona görə. Kangren olar ya Allah korusun. Haralısınız? Bakılı. Bakılısınız. Harda kalırsınız? Olar deməyim. Yani 35 bin nefer evinize gelip fanınız değil. Sadece maraq eləyir. Yani haz tərəfdə kalırsınız. Demirəm ki tam adres. Mehtibat. Kapına gedər dediyim bir. Ya, ya. Mehtibat tərəf. Bəli. Aa Mehtibat harada? Ne qədər? Uşaq gösterme. Aynı gel. Uşaq gösterme benim nigarım. Uşağı Ya, gönder. göstərmədim, göstərmədim. Olmaz uşaq Ha, göster. tamam. Neçə yaşınız var? 30. Evli bekar? Evli. Evli ərin ana? Əlim yoxdur işte. Bu saatte. Bu sırada vermiş. Evde kim var? Evdə ailə üzərində mamam, uşaqlar. Neçə uşağın var? Bir qızım var. Yandan telefon səsini bağla da o kulağımı təcavüz elədi səs. Təcavüz edər, yaxşı. Yox, yandan Aldım telefon səsini. səsinə daldın da. Səsini aldım, onu aldım. Az, bak almayırsınız, azaldın. Baş üstə, əsəbləşmə. Yox, əsəbləşmirəm, sadəcə hani burada. Aha, nə iş görürsünüz? Mən administrator istəyirəm. Harda kız? Restoran üzrə, uşaqlıq evi. Personal Ay, ne güzel, uşaqlar evindəsən. Yox, uşaqlıq evi. Ha, şadlıq evi. Ha. Personal işçilər aparır. Ərin Staj haralıdır işləyir. yetim? Yetim Bakılı. Yazıq Caner. Niyə? Deyirəm, ay. Niyə ki? Kız səndən 3 dəqiqə danışdım, rahmim çöktü, ərini düşünəmirəm.
Eviyor, yaxşı olar. Gerçekten 3 dəqiqədə ruhum getdi haralara, ərin indi. Yox, Bir şey biraz burcun nədir? həyəcanlıyam. Əslində mən elə bir insan Canımsan, deyirəm. Danışam. Burcun nədir? Buğa bürcü. Boğa bölgüdür. Ay boğaların da hamısı belədir, rahim düşürücü. Canım. Ya biraz yorğunçuluqda həm də sizdən birdən qoşulduğum biraz Canım. heyecanlanmışım. Boyun neçədir? Evin kiradır mı? Boyum 1.61. Onda oy. Onda ərin qalır, sən qalırsan, uşaqların maman. Yox, biz ayrı qalırıq. Sən indi Anam- hardasan? Anam gildə. Anan gildə ərin hara gələcək? Evlərinə gedəcək. Aman, sən ayrılmısan. Yox, mən qonaq gəlmişəm bura. Neçə günlük? Bir günlük. Səhər gedirəm. Nə yaxşı. Hə, qonaq gəlmiş. Atan var? Var, hamısı var. Ne gişe ne güzel. Neçə evlisiniz? 7 illə. Oo, sıxılmırsınız. Yox, niyə sıxılmam ki? Aa, Yuvarımız var. Kız gerçekten. Mesela bak ben indi mamam için darıxıram. Mamam geldi bir həftə qalsın rahmim daralır. Az insan kardeşinin bir günde böyle 5 gün eyni evde görende sıkılır. Kız 7 yıl yüreğini sıkılmır mı? Gerçekten. Ay her gün eyni aynı sıkılır. Onun da bir öz gözəlliyi var da Reza Bey. Ne bileyim kız ben sıkılaram biriyle ay düşünsene kız 7. Halal olsun ama gerçekten yani böyle uzun ilişki evlenenler kalanlara halal olsun. Ben daralaram kız. Ay, sıkılma basar beni. O boşananda da onsuz da bir dənə ad yapışdırırlardı. Ona görə elə Kız bana oturub bak özünə erin lazım. seni. Erin seni en böyle haralara götürüp böyle. Vallahi heç nə istəməmişəm. Yəni bəzilərindən fərqli olur. Neyse, Tələb o ayrı. eləməmişəm. Başa düştüm, İnsanın başım biraz- içindən gəlməlidir də. Yəni mən durum o nə deyim. Hadi sen şey olandan sonra erin demez ki. Yani 7 de hiç mi değmeyipsen ay erin. Yox, getmişik, gəzmişik məsələn. Ya onu deyirəm də bu sonra 7 ildə hara gedibsiniz? bölgələrin yəni çoxuna gedib gəzmişik. Aa, Erarvat. Yox. Övladım mən yoldaşım. Ha gelip gezdirsiniz. Yəni niyə gəzməyim ki? Az demirəm, gezmeye ne güzel. Erarvat gezdirsiniz. Be, harice falan götürüp mü? Yok. Yox, özüm getmişəm subay olanda. Ha, kız bana bak işi gücü maaşı ne iştilərin? Mühafizədə işləyir. Bak sevde mi? Mühafizə. Ha, muhabbet. Yaman da erinin tərəfini verirmirsən. Ha, ölürsən ər üçün. Elə də o. Yox, ölmürəm, sadəcə ölmək qoyuram. Ölmək lazım deyil. Aa, ne güzel arvattı. Ama ne güzel hanımsan kız. Bak deyir ki Çok hürmet sevap koyuram, elə mi? Halal olsun o zaman. Sen erinlə demək aranda hürmet var. Əsas biz dost olmuşuq. Yəni bizi tanıyana bilir ki, hər zaman məsafə qoymuşuq dost kimi. Neye mesafe koymuşsunuz? Çakacı koyamam. Yəni ki, yox, hörmət mənasında da, yəni münasibətimizdə danışığımızı bir-birimizə Değil mi kız? qarşı- Mesela uşaq olandan sonra iyice ortada hürmet kalır. Bəli, hörmət. Hə, Uşağa uşaqdan görə sonra çox da- birbirimize hörmət edirik. Ay ne güzel kız. Beğendim seni. Allah mesut eylesin. Allah ayırmasın. Sıkıcı bir ilişkiniz var. Bana göre sıkıcıdır. Ben eləyəm kız, mən belə fanfintoncu həyat sevirəm ya, mən Bilirəm, bədbəxtliyi bilirəm. boş ver ay, o mən amma belə namuslu bir həyat görəndə ürəyim sıxılır. Canımsan, canımsan, Allah ilişkinizi bozmasın, hər daim Sağ davam olun, edin. çox sağ Çok olun. sağ ol canım benim. Təşəkkür Sağ edirəm. olun. Bağışlayın vaxtınızı aldım. Ay o ne demekti kız? İyi çaka çıkolar diyeceğim. Ben Sağ zor olun. çaka çıkomuzsun, Allah korusun. Hadi öpürəm kız. Oldu, sağ olun. Sağ ol, sağ ol, sağ ol. Sıkıcı insan değildi. Geçik bir ailesi var idi. Bize sıkıcı gelirdi. Biz o kadar fanfinton oynaş insanlarıq ki, biz özümüz de oynaş insan isteyirik, elə mi? Yox, bizim indi həyat tərzimizlə, ya biz indi öyrəşmiş azad həyata, öz başımıza hərəkət eləməyə. İndi kimsə bizə baskı altında qalıb, onu eləmə, bunu eləmə deyəndə ona biz gələ bilmirik. Hə kız, mesela sevgilim mənə deyəməz, mesela oraya gitme, buraya gitme. Boğaram ya onu. Tüpürərəm onun aldığı qalikə. Dəqiq. Bilmirəm. Tüpürmərəm. Ev versə bəs, ev düşürsə deyir ki, ancaq mən deyən yerlərdə otur, hər yerdə mənə konumat şəkil at. Ya bir düşünmem lazım. Çok zor bir soru. Yok kız asla. Para hər şeyin üstüdür. Hə? Para hər şeyin üstüdür. Düz deyirsək. Buyur 5 dəqiqə başlayalım. Axşamın xeyrinizə sağ. Hoparlör
Elleriniz cızıltılı gelir. Elini telefondan çek. Allah'ım cezası. Çek ölümünden. Buradan çek. Bak bura koy. Dersen Sen. var Ha, mı? buyur. Sağ ol canım ben. Buyur Liftçi Tursigini de təqdim elə bizə. Aha. Köməkli elə də. İndi mən təzəyəm. Anlaşım bəlkə yoxdur. Tamam dedi sen özün Liftçi Tursig satan sensin. İndi sen onu de ki alt game budur, ne lazımdı, hardan getirirsen, özünü Mən bütün tasarımlayırsan. mallar premium mallardır. Özdəki səndən gələn hamıya 10% endirim verəcəm. Az bu mənim realdən dostumdur. Çox da yaxşı oğlandır. Ürəyi də yaxşı uşaqdır. Sadəcə bu aralar maddi durumlar sıxıntın var, eləmi? Hə, Amma bayaqda restoranda yemək yeyirsən. Ona görə deyirəm bir hərəkətinlə bir şey uyumur. Aha, neysəm şeydir, Liftçi Tursig yeri açıb deyir ki malım getsin. Aha. 100%. Sən səhifəndə var indi belə alt geyimlərin falan. Tam malların hamısını hələ paylaşmamışam. Yəni amma mallar alınıb. Yəni Aha, bütün məsələn ən malların böyük şəkilləri hansı gəldikcə- ölçüdə var məsələn belə alt geyim ən böyük. Nə bilim o fərqli cür olur da. Məsəl üçün 95 çaşka olur deyirlər də. Sonra 105 var. Yəni bütün o ölçülər, yəni səhifədə paylaşdığım bütün malların hamısını Bir ölçü xanım olur. yazır ki mən 150 geyinirəm. Varmı 150? 150 ölçü olmur axı. Var. Bir dənə xala yazıb ki 150 var məndə. Nə bilim. Mən bildiyim elə bir ölçü Nətər olmur. olur? 150 olur. O rayon xalaları o böyük olur. Nətər olur? Xəstəsən sən? Nə bilim bəzi. Var 150 var. Olar Aha, bəlkə. indi nə istəyirsən məndən? Mənim indi nə qayırım sənə? Hı? Səndən gələn izləyicilərə bax verizarım. Səhifəni izləsinlər. Hə. Nə məhsul istəsələr, paylaşdıqlarım elə sabahda ardı var da yenə paylaşılacaq. Hamısında 10% endirimlə sənin adından gələnlərə bu məhsulları verəcəm. Yaxşı, səhifəni də takip eləsinlər. Eləsinlər təbii ki. Yaxşı, yaxşı inşallah. Hardadır yerin var yoxsa onlayndır? Hələ ki onlayndır, çünki yoxlama sırasındadır da. Əgər effekt güclü olsa, nəticə yaxşı olsa, təbii ki yer Ona mütləq görə onlayn. dost eləmək istəmirəm. Bilirsən çevrədən. Bir dənə dostum sən qal. Ay canım sən. Çox sevirəm sizi canım arkadaşlarım. Aha, ona görə realda gərək dost eləməyəsən. Elə bir dənə Katya bəsimdir. Canımsın, sonra daraldırsınız Rahmim canımsan. Aha, inşallah mənim adımı verib, adımı verənlərə 10% endirim olacaq canım, canım. Təbii ki. Ay. Məsələn belə daşlı maşlı bir şeylər satırsan. Hər şey var. Yəni çox gözəl məhsullar var da. Yəni həm də ki o məhsulların hamısı premiumdur. Yəni burada elə Hardan belə gəlir? mallar deyil də. Premiumla kastın nədir? Yəni keyfiyyətli maldır. Biri var Kitaydan gələn mallar, biri var Hə, hardan gəlir? Türkiyədən. Məndə bütün Türkiyədə- mallar bəzər Türkiyədən gəlir. Türkiyədəkilər dəhşət kalitəlidir. Yox da, Kitaya baxanda bəli arasında çox fərq var da. Kitay məhsulları elədir ki, Məsələn, elə fərqi nədir ki, Kitay indi biz bilmirik, onu siz deyin görün. həm yuyulma zamanı rəngi gedir, Aa. sonra cəmin sənə Məsələn, resim. deyək ki, qırmızı tank aldım. Qırmızı Mercedes aldım. Bunu yuyanda Hə, sən Kitay versiyasını alsan, o 1-2 dəfə yulandan sonra onun rəngi qırmızı olmayacaq o tam başqa cür. Məsələn, deyək ki, mən səndən gəldim. Elə olur ki, elə Kitay malları var ki, Hə. çox yaxşı. Məsələn, mən səndən gəldim indi alt geyim aldım. Qırmızı rəngli, özü də dantelli. İndi bunun rəngi solda elədi. Bunun indi iadəsi varmı? Gəlib orada Rahmimi cıraram sənin. Cavabdehliyin başımla. Ben indi cavabdehliyinin bu nə tər sən nə qaracaq o başınla cavabdehin. Hə, yəni deyirsən ki, rəngi Başımla cavabdehəm bütün mallara. başınla cavab deyirsən. 100%. Hadi sədərəkdən bana ne cəmat başımlar olsun. Yo, sədərəcə. Görmüsən mən məhsulları gec paylaşıram. Səbəbi odur ki, Yəni bu təzə işindir. İstəyirsən ki, takipçin artsın. Mənim adımı da verən o sən fayda adımı edir. verənlərə də 10% endirim. Deyirəm, Çatdırılma. çatdırılman varmı? Çatdırılma da Məsələn, deyək birbaşa ki, indi qapıya. Rayon yerində, kənd yerində bir arvad Hər yerə çatdırılma var. Hər Hər birbaşa yəni Bakı daxilində hər yerə birbaşa qapıya. Bax bir qadın yazıb ki, Qazağın kəndində qalıram, mənə at geyim lazımdır. Aha, Mercedes. İndi siz Qazağın kəndinə göndərirsiniz at geyim falan. Hər yerə göndərirəm. Post vasitəsilə hər Poçt yerə. vasitəsilə. Bakının istənilən yerinə. Bakı daxilində birbaşa qapıdan qapıya çatdırılmalıdır. Qapıdan qapıya. Yəni kuryerimiz Özün var, əlinlə təbii ki. götürürsən, elə mi? Yo, kuryerimiz var. Birbaşa aparacaq, çatdıracaq qapıdan qapıya. Canımsan. İnşallah məndən bir xeyir gələr. Bax, İnşallah. takipçim oldu 1400. İnşallah xeyir görərik səndən. İnşallah. Deyirəm, son durum deyiləmi? Bu son çarədir Liftçi Tursig. Yo, son sarə deyil, əslində bir sənətərdir, Vəlizar. Qadınlar özünə dəyər verir. Özünə dəyəri
verdiyi üçün də normal şeylər alırlar da, başa düşdün necə? Baba. Məsələn, oğlanla qadın arasında çox fərq var. Bə kişiyə görə yoxdur mu tursigin? Yox, yoxdur şəxs. Niye? Yoğun o. Çünkü Niye yoktu? kadın Kişiler iç insan giyimleri. değil mi? Kişiler insan değil mi bu yetim kişiler? Kadınların o rahmine her çeşit tursikiniz var. Yani bu kişiler de yoktu mu baba yadigarına güzel böyle karpuzlu, çiyelekli, gilaslı böyle bir baksırlarınız, bananlı, badımcanlı, güzel renkli. Yoktu. Üstünde yazsın vela uğra falan. Yok değil mi? Yoktu. Kişilere işte yazık. Dilərə heç nə yoxdur. Ben bana bak şimdi tursikin üstünde emblemin görünecek mi vela uğra diye. Yo, emblemsizdir. Ay, Yəni demə nə gərək emblemin var? koy ki bile senindir de deli. Onu da eləmək olar. Gələcəyində onu da eləmək olar. İbrahim bölgene yaz Ferit. Yaxşı. Canım sen. Gələcəkdə onu eləyərik. İnşallah. Bak benden geldi 1637 takipçi. İnşallah sağ siparişi ol. gelse değersen. 100% təbii ki. Canım sen dimıkını çey 10 il senin yüzünü görmek istemiyorum. Çok teşekkür ederim. Öpürəm səni, özündən müvəyyət, sağ ol. Canım arkadaşım sağ ol. Ay ucuz reklamdı diye hiç şey diyesin. Pulsuz reklamları hiç yüreğine reklam eleyesim gelmiyor. Pullu reklamları görürsünüz. Enerji, pulsuz reklamları. Acıqlı hamısı istifadə. Bütün dostlarım beni daraldır. PK'ya koş. PK'ya koş, PK'ya koş. Deyirəm, Allelüyün sen niye PK'ya koşum? Çakı çikolarım da deyir, ha Velizar. Elə PK'ya göre çakı çikoyurlar kız mənə. Deyirəm, ne var? Repost elə mənə, ha? Deyirəm, ha? Tamam, repost eləyəcəm səni. Alo. Salam, necəsiz Bəlizar xanım? Salam, Atletika Bey, buyurun. Necəsiniz? Ay, hediye atanlar, sağ olun, kızlar. Ay, elim değdi, ay Emrah. Bu lelüğün kimde ayala çıksın, ne olar? Bəlizar Ay. o kim qoşdu səncə? Ay Emrah Bey. Evet. İcazeniz var Emrah Bey'le bir şey danışak gelek. Bəlizar, o çıxmayacaq. Qardaş, çıxırsan biz oynayaq, bırak. Ha, olur. Çıxıram mən, yaxşı. Zəhmət olmasın. Zəhmət olmasa çıxın gelirik. Yaxşı, o çıxıram. Ya, Ben de her şeyi gülmeden çıkın. Buyur. Çıkın abi. hemen Bəlizar bu qoşuldu. Sən qoşmusan da yəqin. Emrah TikTok'u teze açıptı yani. Emrah Bey de vızgırdın da mı? Danışak Emrah Bey. Çıxıramda çıxma olur değil mi bizə? Çıkmak olur çık artık Allah'ın cezası. Allah ki çıxmayacaq Bəlizar. Kız çıksana. Bir senin yansın. Ay Emrah. De gel de danışak. De, gel git. Bir daha Allah. PK kabul edin danışım. 2 tane Emrah. Öyle de danışak. Öyle de gitme gel danışak. Çıxdı deyəsən. Çıkmadı. Bəlizar, indi bu opuşub ağlayacaq. De onda sen tezden gel Emrah. 2 tane Emrah var az. Tez gel. Şey yayınladı Niko. Şimdi kış bakayım öyle. Sesi kısana. Hele kış bakalım öyle. Alo. Gördük. Ay Allah bir abırsızlıq oldu. Gördü. Bütün 32 bin nefer gördü. Arkadaşlar. Allah bir abırsızlıq oldu. Gördü. Bütün kayıtlara falan düştü. Bütün Azerbaycan gördü. Buyur danışak da. Kaçışın yolu yok. Kaçış yoktu. Buyur gördü sıfatını. Buyur. Axşamın xeyir. Akşamın xeyir. Necəsən? Ne şirin oğlansın. Şirin oğlandı. Deyirəm bəxtə Xuda necə gəldi düşdü, Qur'an olsun. Canımda 2 nəfər var idi. Ay canım sen haralısan? Sumqayıtdı. Sumqayıtda kalırsan. Gözün niye kırmızı ömrüm? Yo, normaldır. Neçə yaşın var? 20. Ne iş görsən? Hələ ki heç nə. Arsan. 100%. Ne giyip ne içirsən? Ne yetim? Özüm də bilmirəm heç. Ağzından gün orta durur. Yaxşı sıçmırsan ki karnım ağrıyar. Düzdür. Canım sen. Onda söhbətimiz qutardı. Füsuda da görsən, bura qədər idi. Hara qədər ilişkimizi sürüb üstədə. Canım sen. Ama yüreğin temiz oğlan. Yüreğini möhkəm tut. Sağ ol, Allah köməyin olsun. İnşallah bir 50 il falan sonra bir pul taparsan. İnşallah. Canım sen. Ama ben buradayım. Getmirəm. Yaxşı. Yaxşı. Pulu tapanda mənə bir dənə vızvat buradayım. Pul tapanda heç özümü tapamayacağam mən. Canım sen.
Özünə yaxşı bax onda, yaxşı ac günlər öpürəm. Sağ ol, məni də dondurdun, sağ ol. Sağ ol. Az yazırsınız temada, bilirsiniz. Ne kişi var? Alo. 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 Axşamınız xeyir, nətəriz? Sağ olun. Siz necəsiz? Sağ olun. Yaxşılıq. Karin Noy. Ne demekti Karin Noy? Əxi brat. Ne qarsan? Sağ elin hardadır? Ne qar kız? Ne bile titriyorsunuz? Karim neyse bir şey diyorsunuz. Kıçanız mı qaşınır? Məcburisən mi, nə qısa qaş? İnanarım yani. İndi hə danışda bə. Alo, buyurun. Hardan gelirsiniz? Haralısınız? Gəncəliyəm qınıram. Ay canım qadam. Gəncədə mi qalırsan? Hə qıdıram. Neçə yaşın var? 23. Oo, ben iyi biri qocalmışsan. 33 kimi görünürsən. Qocalmışam da, nə? Ürəyin sıxılır. Bən ağarsın, ürəkdir də, sıxıladır. Ne görürsünüz? Gerçekten. Oh ne ruh emici insanlar var ki. Sən kimsən ay Vahid? Geç işinlə məşğul ol, ona. Ne deyir aşkım? Ne oldu? Niye nervlendin? Nervlenme ömrüm. Nervlerine hakim çık. Ne deyir o Vahid? Deyir üzdən İraqların niyə qadasını alsan? Anmırsan. Vahid'e deyilən ki mən deyiləyəm. Boş ver. Hə, burası səy-səy danışırlar, çıxıram qadına. Boş ver. Vahid'e de mən deyiləyəm. Danışırıqda 2 dənə. Boş ver. Vahid'e ne deyirsən? Biri denən Şevkirli, biri Gəncəli. Vahid'e şey baş koşmuyor ürəyim ömrüm. Ne iş görürsən be Karinci? Karin, aşkım. Karlin nə? Karin. Adın nədir? Bunlar nə yazır? Gözdə görün. Ne yazdılar ömrüm? Birinde görün. Sən olsa yaxşı şeylər yazmırlar da, nə? Oy, bana yazırlar ki bu Gəncədə pasifdir. Bu Gəncədə adıyla tanınır bu oğlan. Avtobusda bir dənə var idi Gəncəli. Bir Müslüm ağa neyini gedir da deyirdiləri Rövşan qardaşıdır. Rövşanənin qardaşıdır Gəncəli. Getdi. Rövşanə vardı Gəncəli. Ay Rövşanə. Nə qarsan az, yaxşısan? Yazdılar ki onun qardaşıdır. Hara getdi az bu? Bunda haqqında elə şeylər yazırdılar. Ay Allah. Yaxşı şeylər yazmırdılar haqqında. İşmə getdim onun yayını, sən haqqında heç nə yazmırlar. Fikri deyirdi, danışırdı. Bir insan sizle mırtlaşmadan siz ondan mırtlaşın aşkım. Axşamınız xeyir. Axşamcığınız xeyir, buyurun. Necəsən? Çox sağ ol, dahi sənətkar. Təşəkkür edirəm. Vəziyyətin necədir? Keyfin əhvalın? Çox təşəkkür Katya edirəm. necədir? Katya da yaxşıdır. Yaxşı, sizin səsinizi duydu, ekstra yaxşı oldu. Daha yaxşı olsun, şükür Allaha. Sən niyə bu effekti qoyursan? Elə bir şeydir. Bu 2000'li illərdə kaset toy olur, toy kasetləri. Orada da tarix yazırdı. Toy kasetlərində o vaxtı toylarda. O effekt onun Telefonumun keyfiyyəti o deyil. Telefonumun keyfiyyəti çox aşağıdır. Nədir telefonumuzun keyfiyyəti? 56'dır. 56 nədir aşkım? A56, Samsung Galaxy A56. Samsung Galaxy A56. Hə, keyfiyyəti biraz çox aşağıdır ona görə. Bunun yıkıdığına göre. Sən necəsən? Seni gördüm gerçekten dünya Mahnı yazmışam. Mahnı yazmışam, inşallah 2-3 günə çıxardıram. Gerçekten 2 dənə yaşardı. Aha, buyurun, nə qarsınız, gününüz nətər gedir deməkdir Akiz, buyurun. Şükür Allah, yaxşıyam. Yaxşı. Mesela indi qalxanda saat neçədə qalxırsınız? Bir megastarın həyatını eşitmək istəyirik. Mesela bir dahi sənətkar, megastar, ulduz. Mesela saat neçədə qalxır? Son günlər çalışıram. Əvvəllər yuxu düzənim normal idi, son günlər yuxu düzənim pozulub. Düzənin nədir? Yuxu düzəni pozulub. Sağlığımla bağlı problemlər yaşayıram deyənə gəlir. Qadınsal problemlər, elə mi Ali Can? Psikoloji problemlər. Elə bilim qadınsal bir problemləriniz var. Psikolojiniz. Peki saat neçədə qalxırsınız, saat neçədə yatırsınız, tuvalete neçədə gedirsiniz? Buyurun biraz bahsedin. Mesela bir megastarın günlük yaşam şeyini öğrenmek istiyoruz. Yəni fərq eləmir. İnsanım, yəni sadə bir həyatım var, sadə düzənli bir həyat. Mən elə bir hər şey. Siz anladık ya, yəni deyirəm saat neçədə qalxırsan ayol?
saat fərq eləmir. O standart bir şey dəyişmir. Standart eyni vaxtda olmur ki, düzənim olsa standart eyni. Çaka çiko falan eləyirsən sən? Yox, mənim sevgim zadım yoxdur. Bakiləsən. Sevgim zadım yoxdur. Biz həm Təmiz qız uşaqsan, eləmi? sevgim zadım yoxdur. Neçə yaşın var Alican Megastar deməklər artıq? 30 Kutsal rəqəmi bir addım. 30 yaşındayım. Neçənci ilsiniz? 96 fevralın 26. Ay, hardan anadan oldunuz? Anadan hardan pırtladınız? Bərdədən rayonunda. Bərdə. Bəli. O birisi Megastar'ın yerlisisiniz o zaman. Bəli, Bərdədə doğulmuşam. O da Bərdənin xalq artisti, əməkdar artisti. Yox, mən ümumiyyətlə sevmirəm, ümumiyyətlə əməkdar Ümumiyyətlə artist. mən sizin ailə həyatınızı maraq edirəm. Həmişə sizi görmüşəm. Məsələn siz ailəniz Bərdədə mi qalır? Bəli. Bərdədə qalır. Anan, atan, eləmi? Atam rəhmətə gedib. Allah rəhmət eləsin. Ananız var, qardaşın, bacınız varmı? Daha sənət? Yox. Tek oğlan, ay pardon, şüpheli. Tek oğlan kız sizsiniz. Mən Aha. Tek evin bir dənə kişisi var, o da sizsiniz, eləmi? tək övladım, bəli. Bir ananız, bir siz. Bəli. Və ananız niyə sizdən qalmır müəllim? Danışmırıq, 2 illər. Nə üçün ayrılır? Ananız nə üçün? Səbəblər var da, biz Seyid ailəsində doğulmuşam, Seyid nəslindən. Az Seyid qız Ona görə sevər. Sevər ağanın üçün, ha. yox, Seyid nəslinin nümayəndəsi olduğuma görə, bəzi səbəblərə görə də alınmadı da. İndi çox şeylər mən açıq deyə bilmirəm, özəl mövzular. Sən Seyid nəbəsən. Bəli. O da dedilər ki, bizə yaraşmırsan, vızqıp ki Bakıya. Bəli. Neçə ildə ananızdan görüşmürsünüz? Aycan, hardasın? 5 ildir. Heç danışmırsan 5 ildə. Heç qohumların yoxdur. Gələ bilərlər, bilmirəm, fake səhifə ilə izləyirlər, izləmirlər, onu bilmirəm, Mənə bax, videolarını nə iş çıxır. görürsən? Bu pul hardan gəlir sənə? Aycan, izləyicilərim, dəstəkçilərim, bir də məclislərim olanda gedirəm məclislərə. Məsələn, neçə getsən məclisə? Bir saatı 150, 200, 300 belə. Getsən bir saat oxursan, 3 manat alırsan. Bəli. Amma olanda elə olur ki, bir ay olur, elə olur, olmur. Ayda olanda da olur, olmayanda da olur. Amma çalışıram, bilsən necədir? Elə məclis olur ki, heç olmur. Amma bir çoxları mənim quyumu qazlar. Mən istəyirəm gedim çörəyimi qazanam. Amma bir çoxları Məncə Rihanna istəmirsin səhnəyə çıxmağınızı. amma qoymadılar. Bəlkə Sam Smith deyirdiniz ya o gün Sam Smith. Bəlkə Sam Smith sizə icazə vermir səhnələrə də ola bilər. Bilmirəm, vallahi heç nə bilmirəm. Bir şey bilirəm ki, belə qismətlər. Dəftərdiyə gedib gəlirsinizmi? Yox, mən rayondan 5 ildir danışmıram. 5 ildir çıxmışam rayondan. Bu Bərdə də maşallah qız. 5 ildir mən danışmıram. Yalancı olaram, durum deyim belə. Danışmıram. Və bir ay qardaşınla qalıbsan deyirlər. Yox, Bir ara. qardaşım ki. Nə tər yəni bir dəqiqə studiyumuza zəng gəldi. Dəhanı sən tək evladı idin. Bir dənə qardaşın mı var? Yox, mən tək övladım. Vallahi billah tək övladım. Bilənlər belə. Bir dəqiqə studiyumuza zəng gəldi. Buyurun Katya hanım. O vaxt canın açında deyildi, qardaşım gəlin otaqda yatdı. Aha. Yox, qardaşım yox. Mənim qardaşım yox. Mən o vaxtlarım mənim qardaşım olmayıbdı. Otaq Sən qardaşınla neyin evdə qalmır? Açıqqa çıxosuna bəlkə qardaş deyil bu. yox. Qız- O Sən- yox. Mən uşaqlarla o vaxtlarım qalmışam 28-də. Amma mən tək o vaxtlarım dostlarımızla qalmışam. Sən qardaş deyirdin onlara. Ha? Qardaş. Qardaş, mən çünki oğlum başqa bir şey ola bilməz də, yəni qardaş gözündən baxmışam. Anladım. İndi tək qalırsan. Kiran nə qədərdir qız? Kiram çox 300 manat. Kommunal Harda var. qalırsan? Mən Xırdalanda. Qırdalandasan. Bina. Xırdalanın gəlsin Targoviya. Targovida nə sülənirsən, eləmi? Hər gün Xırdalana. Yox, Mən arada yox olanda, yox, mənim dostlarım çox sağ olsun, qız dostlarım onlar gələndə gətirirlər, gedirəm, otururam, söhbət edirəm. Nəylə dəstək- gəlirsən Xırdalandan ora? Metro ilə falan. Dostlarımız gətirir. Daha çox mən Hadi deyək dostun yoxdur, nəylə Bax, gəlir? şəhərə çıxıram, qaqaşlar olur, məsələn götürürlər, maşına gətirib qoyurlar. Hər gün bir qaqaş götürür qoy. Yəni tanıyırlar TikTokdan elədiyini hamısı çox sağ olsunlar. Yəni durum deyim ki, belə hər gün mənim yox. Allah köməkləri olsun. Avtobus qaqaş. Hər gün qaqaşlar gətirir sizə evə. Yox, arada elə olur avtobusdan da istifadə edirəm, amma daha çox qaqaşlar da olur. Xanımlar daha çox, məsələn, görür şəhərdə məni gəzdirirlər. Adam üstə Allah var. Mən həmişə Targoviya çıxanda hər bir xanım deyir ki, Alican, məsələn, yolda gedirəm, görürlər mənim maşına, deyirlər Alican, gəl mənim maşına gəzdirək səni, aparaq restorana. Allah hamd olsun. Aparırlar Məsələn, restorana. indi nə tər yolun hansı tərəfinə çıxırsan ki, o qaqaşlar səni görür, götürür. Hı?
Harda görüşür, yəni harda çıxırsınız? Sadəcə çıxıram yola məsələn avtobus Yəni hansı trasa çıxırsınız ki, onlar sizi görür Alican bəy xanım? avtomatik olaraq götürüb sağ olsunlar qoyurlar. Tamam, Allah canlarını sağ eləsin. Allah Elə yaxşı yox, qardaşları, Alican yaxşı bratları qorusun. Alican bəy, yox, elə yox, Alican bəy. Allah Estağfurullah, siz ev qızısınız. Alican bəy, o gündən məni Alican bəy, siz məsələn harda Allah o gündən tam olaraq trasa çıxırsınız? Kız elə yox, yəni tras deyəndə magistral yol. Magistral yolda gəldirəm. Hətta magistral yol deyəndə Nətər olur da, yəni adi o maşına çıxıram. nə qarırsan, əlm eləyirsən, hansı magistral yolda nə qarırsan o Yox, maşına? əlinəmirəm. Ay qızım, hamı tanıyır mən TikTokdan. Mən neçə ildir gör TikTokdayam. 2023-dən TikTokdayam. 2023-dən mən videolarım milyonlar izlənir. 2023-dən Məsələn, kəşfətdəyəm. deyək ki, Alican bəy xanım, aha, asfaltdadır. İndi siz yoldasınız, ana magistral yoldur, maşınlar gedir gəlir. Siz bir dənə hərəkətiniz var ya, məsələn, belə qırılmağınız var. Mən o videolar Məsələn, çəkiləndə magistral videolar. yolda- Mən realda ümumiyyətlə. Məsələn, realda indi tamam magistral fərqliyəm. yolda Alican bəy xanım deməklər artistin veriləmir. Məsələn, indi magistral yolda məsələn belə öz-özünüzə belə hərəkətlər edib o maşınlar. Yoxsa belə mən eləməyirsiniz. şəhərdə- Belə nə qarsınız? Mən şəhərdə yox. Mən şəhərdə məsələn videolara bir maraq qatsın deyinə, kəşfiyyat olsun deyinə, farklı situasiyalar, jestikalar, mimikalar. Sən özün ki TikTokun öz Nə kuralları var. qorxursunuzmu? Başınıza oyun açarlar. Ay kim mənə neyniyə bilər? Mən hüquqi bir dövlətdə yaşayıram. Mən qanuni bir dövlətdə yaşayıram. Mən insanlara o şəraiti yaratmaram axı. Durub məsələn özümü mən buraxsam hansısa bir təbii ki o şəraiti yaradan. İndi bəlkə səni bəyənən biri var. Demirsən mən Yox. Mən bəyənən deyəndə mən heç kimi bəyənmirəm. Mən bəyənmirəm, o deyil. Qumram. Mən həyatda mənim üçün önəmli olan sənətimdir, mahnılarımdır, musiqilərimdir. Mən İndi mənə baxın, əməkdar xalq artisti indi yəni sizə çox təkliflər gəlir, evlənmək, sevgili təkliflər. Siz heç kimi bəyənmirsiniz, mən başa düşürəm. Yox, sevgi təklifləri deyəndə mən o sevgi mövzusunu çoxdan bağlamışam. Sevgi mövzusunu çoxdan bağlamışam. Eşq mənlik deyil. Sevgi mənlik deyil. Mən neynirəm sevgini? Mənim indən sonra sevgi yaşımda. Elə yaşa çatmışam ki, mən sevən vaxtımda. Katya hanım, Katya bəy dahi sənətkar sizə bir sual vermək istəyir. Buyurun Katya bəy. Buyur. Ay Alican, necəsən? Çox sağ ol, təşəkkür edirəm. Həmişə yaxşısan. Mən bir sual verim, olar mı? Sən hansı sənətdən bəsləyirsən? Sənət deyəndə hansı sənət? Müğənni. Hansı sənət? Nə incə sənət? Sənin incə sənətdə nə bilirsən incə sənətdə? Oxuduğun notlar Əlbəttə, mən bu təhsilini almamışam, amma Allaha qurban olum. Bir dəqiqə, qulaq as. Canlılar açıb, videolar açıb, mən sənətkaram, illərin müğənniləri özlərinə qayıdıb sənətkaram, sənətçi demir. Demir özüm üçün. Demirəm ki, deyirəm yaxşı deyirəm. Sən sənətçiyəm, mən sənətkar yox, belə sənətkarın ən tiqiyəm. Sənətkar yox, belə sənətkarın ən tiqiyəm. Qəbul eləyəm, sən deyə bilərsən ki, mən musiqiciyəm, mən sadəcə mənim bir dənə bacarığım var, mənim səs bacarığım var, mənim hobbim olaraq mən musiqi səsləndirirəm, mahnı oxuyuram. Bu mənim hobbimdir, amma mən sənətçiyəm sözü deyil. İnsanların gözündə özünü aşağı salma, sən sənətçi deyilsən, sən sənətkar deyilsən. Sən sənətçi olsaydın, sən qəşəng danışıq üslubun, dialoqun, danışıq üslubun çox gözəldir. Çox savadlı şəkildə danışırsan. Amma sənət baxımına gələndə insanlarda gülünc yaratma. Sən sənətkar deyilsən. Sən əgər o elə bir sferada olsaydın, sən durub sənətçilərə söz deyərdin. Keçən dəfə bütün videoların çıxmışda sənətçilərə nələr deyir? Qız bəlkə incə sənət falan tutarıq. Heç yeri bitir. Ona görə sənət lazım deyil. Mahnı oxumaq üçün ali savadlı olmağa şəxsən mən Azərbaycanlı, mən yox deyəm, mən heç izləmirəm onları. Məni kim bəyənir, ömrümə heç izləmədim. Mahnı oxumaq üçün ali savad lazım deyil zaten. Savadlı olmaq lazım deyil mahnı oxumaq üçün. Əgər sənin musiqi duyumun varsa, ola bilərsən. Amma ən azından öz üstündə işlə də. Deyirsən ki, mən sənətçiyəm, mən mahnı oxuyuram. Tərlədi, tərlədi. Get heç olmasa bir müəllim yanına da, ay sağ ol, qazanırsan, deyirsən gedirəm, qazanıram. Bir 50 manat, 60 manat yanına get, bir solfeca təhsili al. Bir ən azından bir nə bilim, bir pianino notlarını get öyrən. Kargovda o dondurmacının o belə, o yoxda əlindəki şlankırını, o belə Allah'ın Səni qabağa getmək istəyirəm.
deyir. Qabağa getmək istəyirəm deyir. Az yox o dondurmacının qabağında burcutduğuna gedib bir müəllim yanına bir dərs alaydın Bir ya. səs not öyrən, notları düzgün vurmalı. Biraz problemlərim var da. Problem Siz mənim sənsən, problemlərim özünsən var. problem. Özünü səyliyə qoyma. Əgər qabağa gedib nəsə oxumaq istəyirsənsə, get solfejo təhsil al. Bir musiqi alətinin ən azından bir 5 notunu öyrənə bil. Al bir saksafon əlinə. Bəsdir da ətli saksafon. Get bir alət al əlinə, saksafonu al. Bir heç olmazsa darbuka çalmalı. Qaçal, bir piyanino çal, bir piyanir çal. Yalandan sənətçiyəm deyə düşmə ortalığa. Sən sənətçi Yani değilsin. hayatım yani olmaz. Əlbəttə. Canım sen senin yaşlılığına değil. Yenə də deyirəm, mənim yenə də deyirəm, səsim də var, sənətim də var. Kimsə qəbul eləyir, eləsin, eləməz. Mən özüm Təzə mahnı yazıbsan. Mən özümü çoxdan qəbul eləmişəm. Mən özümü qəbul eləmişəm və mən bura çıxmışam ki, mənim sənətim hörmətsizlik eləməyim. Çünki ən azından mən burada sizdən hörmətlə danışdım. Siz mənim nəticəyimə Buyurun. Kimsə yox. Hörmətsizlik də. Mən öz sənətimin padişahıyam. Qəbul eləsəniz də, etməsəniz də bu reallıqdır. Bu reallıqdır. Buyurun. Bəli, kimsə də bəyənmirsə, ən azından süni intellektlə mahnılar yazdırmamışam, ən azından canlı ifalar eləyə bilirəm. Bu günlər canlı oxumağı bacarırsansa, sən sənətkarsan. Bu gün canlı, önəmli deyil. İbrahim Tatlıses'in Onlar bizim tanımıza qatma, müğənniləri qatma. Alican mən öz sənətimdən söhbət gedir. Mən öz sənətkarlığımdan deyirəm. Mən öz sənətimdən deyirəm. Bəli, mən öz sənətimdən, bugün sənin canlısı, bu günlərim mənim öz səsim varsa, canlı ifa edə biləmsə, mən sənətkaram. Təzə mahnı çıxarırsan, oxu görək Niyə menopoz. çatmıram ki? Buyurun. Demədik menopoz. Təzə mahnımız 3-4 günə çıxacaqdı, sürprizdir. Oxu görək də biraz mırıldan təzə mahnımızı. Buyurun. Və yaxud Təzə təzə mahnını mən mahnı. oxuyan bərəm, axı hələ bu studiyada, mən onun sürprizdir. Az nəsə başqa oxu da, başqa mahnı oxu. Buyurun. Gözəl bir dənə. Hani bizim sevdamız devirirdi dağları, hani bizim sevdamız eritirdi buzları, zamansız esti bak ayrılığın rüzgarı. Hani bizim sevdamız, hani bizim sevdamız devirirdi dağları, hani bizim sevdamız eritirdi buzları, zamansız esti bak ayrılığın rüzgarı. Hani bizim sevdamız. Aha. İndi bunu mesela Katya Bey'den gözleyek. Buyurun hani bizim sevdamızda biraz mırıldanın. Hani bizim sevdamız. Ahmet Bir Selçuk dakika. İlkan'ım. Bir sarı geldi. Kız ne sarı gelin Az senden. bilmirəm də, mən- Az bilen soy mahnısıdır. Mən xalq İyi. Hani bizim sevdamız Devirirdi dağları, hani bizim sevdamız eritirdi buzları. Zamansız esti bak ayrılığın rüzgarı. hani bizim sevdamız. Yüzünü göremem, sesini duyamam, bu ayrılığa boş yere ağlayamam. Tekrar Ele yok bak sen hayatıma orada böyle gir. girme. Sesini bak üleyden. Sesini Sana bir duyamam. söz diyeceğim. Olar icazə ver. Kokunu duyamam. Bu Hayır, demir. ayrılığa boş yere mesela. Canım Bir söz deyə bilərəm sənə. Amma sənə deyim ki, Allah Türk dünyasında Allah qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Türkiyədə böyük bir sənətkar var idi. Həqiqətən onun səs imkanları Büləndər Soydan da, İbrahimdən də, Sibelcandan da gözəl idi. Amma onun vaxtında qabağını kəsmək deyim ki, devran çağlar. Onun səsi Gaz qabağını kəsməmişlər, durun qabağı. Yox, onu deməmək, devran çağlar dünyasını dəyişib. 56 yaşında eşidirsən məni, Velizar? Başım ağrıdı, buyurun. Ha, eşitdim. Ben bizim halk mahnılarımızdan da biraz mırıldan 10 saniye. Anda gül yanağın solmasın mı yar? Sen bunu oku görüp beni attın, tamam. Dağlarda seni parçalasınlar, kız anladık. Mesela bunu oku görün, beni attın ay kız. Onu oku görün. Düzün desəm ki, mən daha çox şaxta mərtub sanat müziği, arabesk sanat müziği, arabesk Beni yaptın. şaxlıqdan bəri Neyse. Türk sanat
Belə. Neyse var. Biraz da cırılsan özüne gelersen. Bir Alican Bey hanım dahi demekler artistimiz. Bəsdi mi bugünlük? Bu günlərim mənəm çıxartdığın çox insan canlı oxuya bilərmi? Amma səmimi ol. Oxuya bilərmi? Senin kadar sen Dimaş'ı da keçifsən. Dimaş Kudabilgiyev var Kazakistan'ı 8 oktavlı. Sen onu da keçifsən. Sen ve Maral Tahir Ben kızı yerim- bu Azerbaycan'ın başına gelmiş en dahi senetkarlardansınız gerçekten. Yəni amma sənlə niyə oynamadı? Sənlə niyə oynamadı? Kim? Maral. O günlər niyə oynamadı sənlə? Mənə deyir ki sen 2000 jetonluqsan ona göre. Özü yəqin Bir söz deyim sənə. Mən bunu altını çizərək deyirəm. Deməli, nə bilim vallahi oynamamağın səbəbi mən özüm də deyirəm ki, niyə? Kızı daralttın rahmimi yedim. Daralttın rahmimi yedim. Get yolun açıq olsun. Ama sana bir şey diyeyim. Mənim kızlarda belə qaş yoxdur. Özün alırsan o qaşı. Haycan, yox, mənim qaşımı özüm almamışam. Kim bilir Baxın mənim kız qaşına. özü təbiidir. Joker'in qaşlarına oxşur. Gözəldir qaşları, görməmiş. Çox sağ ol. Dodağın gözəldir. Belə rayon qızlarına oxşursan. Mənim dodağım Allah and olsun. Mənə sual verirlər ki, hansısa bir nəsə etmisən. Allah haqqı anadan gəlmə nəyim varsa təbii. Allah məni təbii yaradıbdı. Qaşlar bir qalx görün bugün nə geyinmisən elə bir Yox, baxaq sadə ki. bir ev geyimidir. Sadə Bax. Allah haqqı anadan gəlmə nəyim varsa təbii. Allah məni təbii yaradıbdı. Qaşlar Bax. bir qalx görün bugün nə geyinmisən elə bir Yox, baxaq sadə ki. bir ev geyimidir. Sadə Bax bir dahi sənətkar evdə nə geyinir? Deyim belə, durum deyim ki, belə çox şey geyim. Sadə Bir baxaq sənətkar Sadə nə bir şey. Oy, Sadə ev geyimi. o şalvarın çürüdü. O şalvarın çürüdü. Yo, amma sadə bir şey. Mən özəlliklə çox sevirəm. Bayılıram. Gerçekten kombinlərinizə bayılıram. Sən bir söz deyim, geyimlərim var. Demirəm belə. Paralarınızı hardan alırsınız dahi sənətkar? Yox, daha çox mənə izləyicilərim, dəstəkçim var, bir xanım var, Nəriman. Düz. Həvəsim olmur. Başa düşsən? Həvəsim Ay daralttı bu beni olmadıqca tutsun birazsa. Canım sen de öpüm de motorun soğusun biraz. öpürəm. Allah səni qorusun, gecəniz xeyrə qalsın. Çox sağ Sağ ol. olun. Yolunuz Sağ ol, açıq daha olsun, iyi həyatınız sənətkar. gözəl olsun. Sağ ol Sağ ol. canım demekler artistim. Çok sağ olun. Teşekkür ederim. Profil Çok sağ olun. şeklinize heyran oldum. Profil şeklinize. Çok sağ olun. Canım. Teşekkür. Çok Çok sağ olun. teşekkürler. Çok teşekkürler. Çok teşekkürler. Çok teşekkürler. Oy. Mənim ön söz deməsəydi, mənim ürəyim partlayar. Dahi senetkarımız çok tatlıdı. Beni attın ay kız. Salam. Necəsiz? Sağ olun. Siz necəsiz? Tanımadım. Çok ses gelir. Burada. Buyurun tanımadım. Niko tanıyırdı. Şu an qabağa gəlmişsiniz. Neydi qabana? Şu an qabağında. Canı qabandına qarsan kız. Tanımadı. O lelüğün gede yanındaki bütün elimi qavqacaq yuyur. Bütün kulağım getdi çık kaşık. O Ne tükanı? Bir şey oynadı, bir şey oynadı. Ne tükanı? Telefon tükanı, telefon. Yandan keçmisən? Hara? Ne qarsan? Sen Katya'yı harda görürsən? Katyan görməmişəm. Katya siz bizim uçan qaban keçirdiniz 28-də. Harda? Abi 3-5 gün bundan qabaq. Hə, nə satırsınız? Rəhmim daraldı kız, nə alaka? Hə, telefon mağazasında işləyirsiniz, elə mi? Bəli. Ay, nə gözəl, yanınızda kimdir? Tatu standı. Baxım. Gəl. Gəl. Cavit sən... Ayıbda axı, ayıbda axı. Ayıbda axı, iş olmasın da. Çox böyük bir şans. Dılğır qədələr məni öldürür. Deyirəm Zonlar nə? mağazası qabağı. Danışma qabiliyyətləri var, nə oturuşdur. Sonra da mən görəndə şey deyirlər. Veliz, bu qızlar bizə niyə baxmır? Atış ya, ləlül, sənə niyə baxsın? Bu qız niyə baxsın? Daha da rahmin var, mən niyə sana baxım? Bu sesi hərəkətlərinə mi baxacam? Buyurun Günay xanım. Beliza, necəsən can? Sağ ol canım. Qızlıq versiyonunun şəklidir elə bu qız dönəmindən, elə mi? Ay Beliza, necəsən? Sağ olun deyirəm xanım, kameranızı açın danışaq. Rahminizə sürtməyin. Telefonu rahminizə sürtürsünüz. Fış şafış, fış şafış. Adam kimi tutuyor telefonu. Koftana falan sürtme. Buyurun. Ses, aha, kameranızı açın. Ha. Mən kamera açmıram, mən qurban sənə. Niye?
Ərin var? Ay yox, indi açmadım. Gündüz olanda açaram. Niye geceleri bacı gündüzleri hacısan? Açda bacı ne dəxli? Yox, gecələri gündüzləri harcamacı olmadan. O elini çek, o telefonu rahminden çıkar. Sürtme. Telefonu belə tutun. Alel öyünlər. Açsın eliniz Allah'ın cezaları. Telefon belə tutulur. Belə değil. Bu hoparlörləri yaradıblar ki boşluk koysun. Sürtmeyin o lelöyün elinizi iləmiş, kirləmiş. Belə tutun bu telefonu. Buranıza falan sürtmeyin tutanda. Aha. Kameranızı açmırsınız, elə mi? Kız rahmine girdi diyesen, çok derin de o rahim diyesen, çok derinliğe gitti telefon. Yalan sey kızı, sey sen sey. Allah hak başım işlemir. Ha, tut da cırmaydı. Ben bunu tut cırma. Bak tut bunu yap. Bence bu ne hareketiydi? Kız açsana adam kim danışak ya. Bugün 3 kilometre yürümüşəm. Hay? 3 kilometre yürümüşəm. Ay ne güzel. Bu bilgi ne yapıyor? Başqa vaxt mən yerdənmirdi. Salam. Salam. Akşamın xeyir. Akşamınız xeyir. Kameranızı mahnıya azaldığında. Ceyhun Bey kızışıpsınız diyen deyirəm mahnıya azaldın. Bircə saniyədə səbirli ol. Azaltdım. Aha, yaman romantik adama oxşuyursunuz. Profilinize baxırıq da. Gidin oğa. Hay? Gidin oğa. Azərbaycanca danışır, başa düşmədim. Mən də Azərbaycan dilində danışıram da. Deyirəm, gidin oğa. Aha, hə, yaxşı, necə komik. Aha, haralısınız? Mən Saatizə baba videosunu danışır. Ciciyana nədir? Videoda. O nə deməkdir? Hə, saatlısınız. yox, Bakıdanam. Sən haralısınız? Xızı. Kızı. Hardasınız belə? Mən Astarada. Yox, indi belə, harada ora? İndi romantik bir yerdir. Meşənin içində. Aa, dikkat edin, dikkat edin. Allah korusun, ay may gelip başınızı oynatır. Necə? Hə, canım benim. Bir qaranlıqda nə qarsınız orada Lelo Yüksək kimi? İşinizi falan açıb danışdıq mı? Ləl önlük bizlik deyil. Yaxşı, işini açıb söhbət eləyək. Baş üstə. Baxın, görüm əlimdəki şeytas bunu yerim ona. Aha. Nədir o? Maşındır, nədir o? Karavan. Aman, meşənin ortası. Bir dənə baxım qapıdan çölü göstər görüm. Dəqiq. Hə. Nədir o? Meşədir, nə var? O haradır o? Demirəm mi meşədir. Nə qarsınız orada? Qarmağa bir şey tapanmırıq. Nəyə? Nə bilim valla. Nəyə tapamırsınız? Deyirsən nə qarırsan? Deyirəm qarmağa bir şey tapanmırıq. Deyən görüm mən bir dənə xalan qızı var, yollandırım xalanla falan. Ehtiyacı yoxdur. Ehtiyacı Qohumlarından falan yollandırım mı? Xalan var, bibin qızı var, bibin var. İstəyirsən yönlənd. Gözlə mən axtarım ailəndən birini yönləndirəcəm sənə gecə ilə oturarsın. Ehtiyacım yoxdur sən. Canım sən. Gözləyin də ailəndən birini göndərəcəm ananla falan filan. Şey gaz bu deyirəm. Ay necə tərbiyəsiz insanlar var az. Bakın görün bunu xalası kızından falan kim var bunu yönlendirek buna.